Əgər insan dünyanı qəlbinə yerləşdirərsə, burada çox mühüm məsələdir bu. Birinci onun quluna çevrilir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Təis abdud dinar, təis abdud dirham, təis abdul xamisa, təis abdul xamilə. Dinarın qulu, dirhəmin qulu, ipəyin, məxmərin qulu bədbəxt olsun. Bədbəxt olsun, təpəsi aşağı düşsün. Və izə şikə fələn təqaş və ayağına batan tikanı çıxara bilməsin. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm ona bəddua edir. Nə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm dinarın qulu adlandırır? Yəni bu onu bildirir ki, insan qəlbən bir şeyə bağlanarsa onun qulu olur. Allaha bağlansa Allahın qulu olur. Və yaxud da dünya malına bağlasa onun qulu olur. Maşına bağlansa olur maşının qulu. Yəni fərqli ola bilər. İnsan müxtəlif şeylərə bağlanır. Nəyə bağlandısa, adam var qəbrə bağlanır, olur qəbrin qulu, evliyə bağlanır, evliyanın qulu, bürclərə bağlanır, olur bürcün qulu. Yəni elə bir ki, insan Allahdan ümid etmək, Allahdan qorxmaq əvəzinə görürsən ki, bürclərə ümid bəsləyir, bürclərdən yəni qorxur. O demək deyil, müsəlman kasıb olur. Müsəlman da zəngin ola bilər. Amma harda olmalıdır? O insanın, dünya malı insanın əlində olmalıdır. Yəni nə vaxt ki, qəlbinə girdi, birincisi insan onun nökəri olur. İnsan məsələn yaradılış qayəsi nədir? Allaha olan ibadətini, qulluğunu gerçəkləşdirməsi. Yəni mənim yeməyim, içməyim, yatmağım, lap əylənməyim bunlar Allaha olan ibadətimi gerçəkləşdirmək üçündür. İnsan bunun yerlərini dəyişərsə, yeməsi, yatması, içməsi və digər bu dünyavi işlər onun hədəfinə çevrilərsə, artıq insanda bir növ heyvaniləşmə hasil olur.